ki, hər hansı bir insan əli dəymədən süni olaraq, məsələn, robotda, məsələn, desəm, nə tərkib bilməm, bir yerdə düzəldilmə, insan da yox, süni olaraq. Düzdür. Yəni süni intellekt belə bir insan kimi düşünmək və bəli, nəticəni almaq üçün insan kimi düşünür və çalışır ki, insan kimi düşünsün və o çalışmaları insan kimi olsun. Ama o tabii ki sizin dediğiniz tam görüldü, düzdür. Aydındır her şey. Ben kimden böyle gerçekten salam hər kəsə. Deməli, ilk öncə mən özümü təqdim edirəm. Mən jurnalist, 27 il gəldim kanalına. Səhiyyə oxuyaraq, Universitetdə kompüter elmləri ixtisasına qəbul olmuşam. Digər biz hamımız mühəndislik ixtisasını oxuyuruq. Armeniyanın gördüyünüz kimi riyazi ixtisasında, Ruhay elektrik mühəndisliyi ixtisasında və videonu çəkən yoldaş Amin IT ixtisasında tədris alır. Deməli, sizə qısa Ad Universiteti haqqında məlumat verim. Ad Universiteti bildiyimiz kimi Azərbaycanın mənə görə ən rəngli universitetidir, təhsil sisteminə və s. görə ən önəmli universitetlərdən biri və yaxud da birincisidir. Və Ad Universitetinin bir neçə filialları var, məsələn, Şəki mərkəzi var, Uşaq Haqqazat mərkəzi var, sonra bildiyimiz kimi Uşaq Haqqazat mərkəzi var, Gəncə mərkəzi var, Şəki mərkəzi var. Daha sonra ən prioritet olan Gəncədə yerləşən Ad Universitetinin və Bakı mərkəzi var. Ad Universiteti haqqında onu bildirim ki, 233 akademik heyətimiz var, 5000-ə yaxın 4950 tələbəmiz var, 7 fakültədə tədris aparılır, 35 ixtisas var, 190 tərəfdaş universitetimiz var. Daha sonra 288 əcnəbi tələbəmiz var və 2025-ci ildə Ad Universiteti yenə də həm olduğu kimi öz qəbul nəticələrindən öndə qaldı və yadda qalan oldu. Onu da bildirim ki, mənim ixtisasım kompüter elmləri və bu ixtisasım prinsipalı 62 qaldı olaraq Azərbaycan tarixində ən yüksək prinsipalı olan bir ixtisas kimi tarixə keçmiş olur. Fakültələrə gəldikdə biz hamımız School of IT-dən bilmək, siz gələcəkdə ingiliscə tədrisanda yəni bilərdir. School of IT and Engineering belə bir fakültə var. Bu adda öndə olan fakültələrdən biridir. Daha sonra hüquq fakültəsi var. Daha sonra beynəlxalq münasibətlər fakültəsi. Daha sonra dizayn və memarlıq fakültəsi, biznes fakültəsi kimi fakültələrimiz var. Və ictimai və beynəlxalq münasibətlər, Cəmiyyət təsərrüfatı və qida elmləri kimi 80 ildən etibarən və İtaliya Azərbaycan Universitetinin açma məqsədi ilə budur. Deməli, uşaqlar Ad Universiteti həm də digər təhsillə paralel sosial həyatına çox yaxşı izahatdır. Orada yüzlərlə qurumlar var. Məsələn, mən özüm Adar Çərin Eşilan hansı media qurumunu menecə event menecəriyəm, yəni o event tədbirlərin təşkilatçısıyam belə. Daha sonra burada sosial həyat çox yüksək səviyyədədir. Burada uşaqların ən azı 200 dildə bilir, rus, ingilis, Azərbaycan bu dildə bilmələri çox uşaq və bunları sosial cəhətdən daha belə artırır. Və sosial həyat olaraq çoxlu könüllü fəaliyyətlərimiz olur. Çoxlu bu tip tədbirlərdə daha çox iştirak edir. Adab tələbələrinə hər zaman üstünlük verilir. Belə. Və onu da qeyd edilmək istəyirəm ki, Ad Universiteti gələcəyə bir növ yatırım kimi sayılır. Çünki Ad Universitetində bir öz gələcək karyerasını qurmaq istəyən biri üçün çox əla fürsətli olur. Çünki orada employability week adlanan bir uşaqlar tədbir keçirilir. Hansı ki, GPA bu uşağın universitet üzrə hansı sizin məsələn qiymətləriniz var, 5-400. Bu da universitet üzrə GPA ortalaması adlanır və uşaqların GPA-nə görə və
bacarıqlarına görə soft skills adlanan bacarıqlar var, hansı ki insanların kommunikasiya bacarıqlarını müəyyən edir. Bu bacarıqlara görə uşaqlar qalib seçilir və employability-də müxtəlif sektorlar üzrə, məsələn, bizə mühəndislik üzrə və sair yönləndirilir. Internship var. Bəlkə də bilmirsiniz, çoxunuz internship hardasa təcrübə proqramı olmaqdır. Bu kimi proqramlarda işə çevrilir. Buna görə adada karyer baxımından çox yüksək səviyyədədir və ada bildiyimiz kimi adanın xaricə çıxışı var, belə relasiyada, belə deyim hər zaman işlədilir. Harvard Universitetinin mübadilə proqramları var. Hər il 100-dən çox tələbə xaricdə bir semestr və 2 semestr təhsil almaq yolundan daha sonra bizim Manchester okuyan, dünyanın istənilən bir qırağında Manchester okuyan çoxlu tələbələrimiz var. Bu belə və Harvard Universitetinə qəbul qaydaları var. Bildiyimiz kimi qəbul, yeganə universitetdəki qəbul 2 cür var. Bir imtahan nəticələrinə əsasən, ikincisi isə SAT balına əsasən. Bəlkə də gələcəkdə çoxunuz SAT üzrə davam etməyi düşünürsünüz. Və bir də adanın öz məşğəli var, hansı ki Adan School adlanır. Orada da təhsil çox yüksək səviyyədə keçirilir, ingilis dilində tədris edilir və oradan onların tələb etdiyi required GP adlanan bir şey var ki, onu keçə bilsə, birbaşa universitetinə heç bir imtahansız qəbul ola bilirsiniz. Daha sonra Ad Universiteti ödənişli bir universitetdir. Orada təhsil alması müəyyən məbləğdən 6.800 qədər ödəniş etmək lazımdır, hər il olaraq. Amma bu o demək deyil ki, orada uşaqlar təqaüd qazana bilmir. Burada təqaüd qazanmaq üçün bəzi şərtlər var, hansı ki o şərtlərə daxildir. Məsələn, keçən ildən etibarən IT və mühəndislik sahəsində hər ixtisas üzrə 30 plan yeri ayrıldı, hansı ki ilk 30-luqda olan yüksək ballı tələbələrimiz orada ödənişli təhsil ala bilir. Məcburi köçkünlər, şəhid ailələrinin övladlarında onlara biz həyatımızın sonuna qədər minnətdar olmalıyıq və bu minnətdarlığı göstərmək üçün həmin kateqoriyada olan tələbələr üçün Ada Universiteti tamamilə ödənişli eləməkdir. Və 2025-ci il üzrə Ada Universitetində qəbul olan uşaqların topladıqları dil balı, SAT balı həqiqətən kifayət qədər yüksək oldu və bunların içində də İqtisadiyyat fakültəsində qeyd edilir olan ki, SAT balı 1500 oldu, hansı ki kifayət qədər ciddi rəqəmlərdir. Daha sonra kompüter elmləri ixtisasının keçid balı 692.6 bal oldu. Təsəvvür edilir ki, həmin qrupda təhsil alan ən az ballı tələbə 692.6 bal oldu. Yəni 1.700 bal oldu. Həqiqətən bunlar ciddi rəqəmdir və Ad Universiteti haqqında məlumat almaq üçün vaxtaşırı sessiyalar təşkil edilir. Birinci ixtisas qrupu üzrə fakültələr təşkil edilir, ikinci və üçüncü ixtisas qrupu üzrə və bunların hər birini haqqında məlumat vermək üçün bizim müəllim heyətimiz var. Hansı ki, Güler Muxtarova birinci qrup, bakalavr magistratura təhsil üçün, Elşad Göyüşov ikinci ixtisas qruplar üzrə bizə yardımcı olacaqlar və zaman içində daha çox qrup beynəlxalq yəni bir növ üçüncü qrup ixtisasları üçün sizə faydalı məlumatlar verə bilər. Və mən sizə onu demək istəyirəm ki, öz akademik həyatınızı üstün tutun, ancaq dərslərinizə fokuslanın. Təbii ki, eyni zamanda dərs oxumaqla yanaşı, özünüzdə bəzi bacarıqları formalaşır və əmin olun ki, oxumaq dəyər, oxumaq ən doğru seçimdir. Siz də gələcəkdə universitetində görməkdən həqiqətən şad olaraq bu qədər hal-hazırda ilk olaraq sizə Allah şəhərində diqqətli üçün Sorumuz qalır. Soruşa bilərsiniz. Kimdə adada oxumaq üçün tələbsə? Necə? Yaranmadı. Niyə? Sona qədər deyək. Bugün sizə algoritm haqqında dərs keçmək istəyirəm. Deməli, soruşduğum kimi algoritm anlayışı üzrə hamıda var. Kim başa düşmək algoritmi? Başa düşmək varsa mən təzədən. Elə bir daha da insan, algoritm demək ki,
Sizin qarşıda bir məqsədiniz var. O məqsədə çatmaq üçün müəyyən etaplar icra olmalı. Məsələn, dil imtahanında 700 bal toplamaq üçün 8, 9, 10, 11-ci sinifdə çox qarşı oxumaq lazımdır. 8-ci və qiymətlərlə 9, 11 əldə etmək lazımdır. Bu gedişatdır. Bunu icra edib hədəfə çatmaq. 700 baldan hədəfə çatmışsınız. Bu sizin məqsədinizdir. Bu məqsədə çatmaq üçün icra edilən hərəkətlər ardıcılığı, algoritm tanımanı elə. Və biz sizə bu gün burada proqramlaşdırma dərsi yox, algoritm anlayışı yaratmaqdan sizdə bu gün proqramlaşdırma yox, çünki bu təbii ki, bizim üçün 6-cı sinif şagirdləri üçün çox tezdir. Sizə məqsədimiz sizdə algoritm anlayışını yaratmaq. Algoritm nədir? Bu anda təsəvvür yaratmaq, bu kimi şeylər üçün gəlir. İndi sizə burada bilmem geçer. Hazırlarım tabii. Neler bakımda. Bizim məqsədimiz, həmin bağlantıda çərçivənin içində elə düşünsək, mühasirə çünki biz çərçivənin içərisində rəhbər. Bu rəhbərlər prosesi birinci şəkildə ola bilir, ən asandır, random. Bilirsiniz random təsadüfdir. Qarşıqlar şəhər yoxdur, stabillik. Birincisi random usuldur. Random usuldur, həmin var. Hər 5 saniyədən, hər 5 saniyədən və ya 5 saniyədən biri istiqamət dəyişir və bu istiqamət stabil deyil. Ona görə də istənilən istiqamətdə hərəkət edilir. Orada bir saniyədə spik istasına lazımdır. Həmin hərəkəti əslində o 5 saniyədən dəyişir lazımdır. Görüntü olur, video olur. Belə bir istiqamət üzrə hərəkətdir. Ancaq belə bir istiqamət. Yəni, amma bizim üçüncü üsulumuz var, hansı ki daha çətin üsuldur. İrəli və geri üsuldur. İrəli geri metodu və ya bir bağlı, irəli və ya geri. Orada isə necə olur uşaqlar? Baxın, böyle başdan sola gəlir, aşağı düşür, aşağı konsentrik çevrə budur. Konsentrik bəli. Bir sensor olur, mərkəzi. Konsentrik vatandaşlarda belə bir-birini baxın, ikinci üsulda ancaq belə olur. Biraz səriyyə çəkim, amma üçüncü irəli və geridə artıq belə olur. Belə aşağı,
yani o bizim sevilen kvadratımız bu doğru olur. Şimdi gelin biz size ilk soruna soralım. Artırımı B grubu, B grubu. Ve her bir tanemiz A grubundan ise D grubundan Lokal ve A sizlere izah ederseniz İstinə dayanır. Mədli bütün grupda. Məqsəd də burada qabaqda bir dənə rəqib olacaq, onu tutmalısınız. Sondakı yay gedir, Fark ilanından, ben bayan olsam sana videoda görüyorum. Fark ilanından en böyle 5 milisekund. O demek ki 5 milisaniye, 5 saniye. Yani şimdi en 5 saniye öz istikameti bu listenin üstündeki. Ona göre de biz ikimiz masa programı cümleleri daha sonra çekilir içinde etapa. İkinci etapta bunu daha söyledikten sonra bu artık 90 dakika olur. Ama ben bir saatte bizim grubumuz ele durmaz. Artık bırak. Redaksiyon bölümünde. Değil. 90 saat 5 saniye həşkələrin 90 dərəcə dönəcək. Böyle bir istiqamətdir. Bu da ki, dediyim kimi, mənfi 180 180 arasında. Algoritm necə ardıcını demək lazımdır. Nəzər bunu. Mən eləyim ki, təşkil deyil. Bu başqa sıkıntı.
Və bu zaman random uzanma və ürək hansı istiqamətdə istəyir, o istiqamətdə davraya aydınlaşır. Söz haqqında, yəni ki, müstəqsəm və mənfi müstəqsəmlər arasında uzanmalar, bu düşünün ki, 70 dərəcə və ya mənfi 45 dərəcə. Müsbət sözülər, hərəkətdə davam edir və random. Başa düşürək. Bunu məqsədlə olur, sizdə algoritm, o anlayışı sizdə yarar. Aha. Bəli. Bir uzarı oynasa, bu 5 saniyə birləşələr orada dayanar. Və yaxud da bir mana dəyər orada dayanar. Aydındır mı? Biz məsələn 10 bam olub üzərində sonra 90 dərəcə olur. Duvara dəydin 90 dərəcə istiqamətdə. Ya sağa ya sola. Amma bizdə random lazımdır. Ona görə də ardında mənfi yüksəkliklərdə olan buzaq əlavə edir. Aydındır şahlar. Take over. Çok iyi mantıklı. Hala bu başlangıç. Bundan sonra bir yerde. Neticədə həqiqətlər göstərəcəyik. Ona görə də algoritmi dəyişmək lazımdır. Hududsal yeni algoritmi dəyişmək. Ancaq birinci çıxabilir demiyorlar. Görebiliriz. Niye karşı? Alınma. 5 saniyenin bir atma.
Yok, belə eləməyəcək. Başqa yox fikirləşmə. Təsadüfi alqoritmi görürsünüz, bu fərqli yedir. Yəni 90 dərəcə yeri. 181 istiyorum. Bərabərə qaldı. Neyini mi var? Mənfi 190. Aynı algoritm belə 5 saniyə verilmiş. 5 saniyədən 85 dərəcə götürəcək və gedəcək məsafələr mənfi 190-dan 200 arasında olur. Yəni məsələn 201 ola bilməz. Yox, yox. Bunun da içərisində daxil edirsə, siz artıq bunu başa düşürsünüz. Hər şey başa Orada belə gelirse böyle tamam böyle. Ve biz sonra bu gelerek bakın evvelki hatta belə gəldi. 5 saniye bura geldi sonra işte bura geldi 1 saniye çünkü böyle geldi. Ayrıca şimdi ne yapacağız? Her şey bunu yine bu listede tamamıyla doldurdu. Daha sonra next basarız. Daha sonra bak ya run after bloğunun içerisinde yine 90 derece koymalıyız. Şimdi zannediyorum. Çünkü biz bir paylaşımdan sonra 90 gelenden sonra 90 derece verirdik. Aynen tamamıyla doğru. Belə gəldi. 1 saniyede 90 derece döndür. Axı belə gəlməzsən. Yenə 90 dönməzsən. Bəli. Bunun üçün şöyle 90 bu bloğun içərisində. Aydındır. Yenə tam əmin olmaq məsələsi. Bura baxa bilərik. Tamamilə doğrudur. Bəli şu var. Daha sonra isə biz bunu bir dəqiqə buradan belə daha sonra isə bizimlə onu biraz variable hissəsini make a variable button buna da onu belirləyək adını da düzü mən sənə niyə belə olduğunu əncil olduğunu ama niyəsə mövzu o deyil daha sonra variable hissəsini Tam başlığına değil, yani gösterdiğim.
Bunu bura. Bu 90. Yani döndürde. Başka tepki. Böyle 90 dönemde. Bence bura. Bölgeleri yerinde yani. Belki bu işten uşaqlar. Görürsünüz zaten rengi aydın. Bunu seviyorum. Bu 90 derece. Bunlar güzel olur. Bence bunu bir Gelecek var belki. Varın gayet sözün bu sefer. Bu hani ya tamam. Bu çok gayet. Var kaldı. Yani bu bakın bu böyle gayet. Ben olmam. Yok edip gayet. Ama sizde sevdiğinizde gayet. Tamam. Edəcək yine buraya koyacağız. Burayı hansız yaptı? Bura nedir? Ben gösterdim. Bura neydi? Satlara. 0, 90, 180, 270. Bura gelir, buradan gayet olacak. Ancak burada oldu. Bu ne de değişim olar sizce? Tam olarak ne? Yok, bu yaptı. Elimizde olan. Tamam, nedir? Səhv vurmuşdur. Sıfır olmalı deyil. Gəlib bura qayıdır. Bizim mən lazım olan kadar şəkildə belə dövlədir. Amma bu gəlir bura, burada dayanır. Buna da dəyişmə. 300 lira. 200 lira bunlar da. Niye? 90? Elə olur. Yani bu model nereye durmak lazım? Ben bayağı ben tam bahsedeyim yani. Ele bir şey bulmak. 180'de de oldu. Bir de 270'de de lazım. Mesela sıfıra gayet oldu. Model sesinde. 0, 90, 180, 270. Yok nerede? Birinde kalır. Yok, benim şey, vurmada şey, bəli, vurmada tamam, bir değişmeyende, bak, gördün? Güzel. Bak, ben size bayanım bir tane, böyle kaldı, böyle gelir, ama sürətlə gelir. Her şey aydındır uşaqlar. Necə oldu? Bir dənə əlinizlə göstərin ki. Bəli, bəli. Yəni burada məqsəd bu kodun icrası idi, tamamı edildi və məndə hər şey, hər bir funksiya artıq bitdi. Çox
Yani konkurslar. Listen başlıyor. Buradan başlıyor. Buradan başlıyor. Buradan başlıyor. Burası nasıl dönmeliyiz? Yok, toplam kubalar formatı. Kubalar formatı ister dönmeli yani. Aha. Sonra dönüşümüz olur. Uşaqlarla Burada burada anahtarın sonlarında. Yani 270 geldik. 270'den sonra. Bunda səbəbləri algoritm. Məşqdən neydi? 90 nədir? 5 saniyenin harcası Var dedim. Elemen olduğu siyasi değil, yani program şeklinde tutmaz. Bu sıkıntı var. mənfi yüksək sənədlər arasında istənilən tutum. Məsələn, istəyirsən, o gətir, elə gətir, bax buradan çək, elə yox, elə yox, naxtoma, onu buradan belə dur, bax mənə belə bax, içəridən bax, içəridən. Sadə gətir, gətir də bax. Nerede olacak? Dönmeli 90 derece. İndi necə çalışdırılır konuşalım. Nəyə gəlir? Burası. Aha. Bunun səbəbi nədir? Niyə siz Beni yaptılar. Sıfırda başladı. Sıfıra kadar gelecek. 99 dönecek. 5 saniye koyup ne yapalım? Görün doktor olmalı. Düşün ki Zaten elde özgür kabul edildiler. Ama gördük. Kazandı. Bir de bunun başına bakalım. Mesela biz burada başladığımız noktada oradan kaçmak lazım. Kullanıp birazdan sadece sıkıntının başlasın böyle yerleştirir. Vaktini ben bir yerde beğendim lazım. Bir çilekleri taşıyacağım. Çilek. Güzel. Bizi boyun. 450 boyanda. Sıfıra gayet mi aldın? Gelen mi? Burası değil. Burada bakalım. Burayı bir seçene geldim. Yani bu ölçüyle bir sıfır olmak değil. Bir tane sıfır var. Bu sıfırdan sonra tane sıfır saydı. Bir sıfır saydı. Bunu biraz. Yok. 270 az olmalı değil. 270. Aha. İleride 270 az olmalı değil. 160 değil. 160 öyle sıfır aslında. Gördün ya bak. Ben
Next'e bas yani. Daha sonra her şeyin yeni olur. Sonra yeni turn 90. Çok güzel. Bəli. Bax. Əlavə olduğu üçün hər də bir yoxlamaq var. Tabii. Uşaqlar bak. Sen sağ değil. İyi kontrol. Buna. Siz Ama bilebilirim. ben Məsələn, 300 binlə davam edək. İkinci madde. Ben ikinci Televizyon olmadı. başladım. Buyurun. Bunu çeksen. Ben de 90 var. Şimdi ben de ben. Bitir biraz. Problem onlarda değil. Problem adeta göstericisi. Yani beyin. Yani karşılaşınca biz daha sonra daha da daha yeterli. Yani o bir Kızlardan çıkıyor. Bakın şimdi burası. Bak değil o bak. gelmez para sıfıra. Sıfırdan sıfırdan geçmez. Ben aha gel olsun. Yine bir no price kalacaklar. No open'ın iyi. Biraz göster. Aa, geldi burada dayandı. Dayananda ne karardı? Biz dayananda ne karardı? Divan 10 bank 10 bank. Bəli. Bəli bak, inanlı bak. Daha sonra next klikerden sonra Körün 90 tamamıyla doğru. Sen burada bir instruction gördün. Talimatı görürsen. Yok. Tamam. Sonra bug EI'ye daha koy. İstersen sen. Bug EI'ye daha. Bu sen böyle çekecek. Bug 5 var. Saniye yavaş yavaş yapıyor. Evet tamam. Bir saniye var. Son next Bir saniye var. Evet, sorun yok. Bir saniye de olur. Geçte bir saniye. Geçte bir saniye ya. Bunu biraz da profesör soracağım baştan. Bölümlerde de öyle. Niye böyle oluyor?
90 lazım değil. Çünkü var mı? 90 dedim. Bak buna geldi. Bak. Bak hazır. Dolar. Apa olmuş tarzı ismi. Para bisa. Bak o. Dirençli bulan. O üstünden bak. Apa kena boleh? Gerçek abi. Bak. Gerçekten mi? Sebenarnya. Gerçekten. Bak. Burası. Aynen. Daha sonra bu. Yine praktikada gösterme. İlk o sehnelerle gösterme. Program ne? O içinde o başka program var. O içinde o Bu joystick bilirsin nədir PlayStation-da? Ha, bu oynayan uşaqdır. Ha, bu joystick deyil, amma bu joystick burada işləmir. Bu necə? Yəni istəyəndə işləmir. Biz bunu, bəli, algoritm vasitəsilə özümüz işlədik. Bəli, tamam. Divardan sonra nə eləməliyik? şöyle olsa işte şeyde böyle ayrı. Zor götürseydi ben olmuyor. Götürərik biz özümüz.
niyə belə başa düşürəm?